Xoş gördük əziz dinləyicilər. Mən bu günləri bizim regionumuz və dünyada nə baş verir istəyəcəyim, çalışacağım ki, bunları qısa şəkildə sizə bildirim. Çünki çox qarışıqlıq və çox təhlükə və kifayət qədər risklər var. Bilirsiniz ki, məhz dünənləri Azərbaycana Almaniyanın prezidenti Ermənistana və sonra Azərbaycana səfər etdi. Bütün bu səfərdən sonra bizim orada eşitdiyimiz ən vacib nüanslardan biri ondan ibarətdir ki, Almaniya prezidenti hər iki tərəfə bildirdi ki, sülh sazişi bağlamaq vacibdir. Və bu sülh sazişi üçün Azərbaycan hökumətinə də, Azərbaycan tərəfinə də biz kifayət qədər baskını sezmiş olduq. Nədir dünya? Avropa nəyə tələsir? Avropa nə üçün belə edir? Mən çalışacağım bunları müəyyən mənada sizə çatdırım. Əvvəla, Avropa risklərin yarandığını bilir. Bu mənada istəyir ki, Qafqazı öz əhatəsinə alsın və Qafqazda müəyyən mənada sülh yaratsın ki, əgər Rusiya Ukraynada atəşkəs eləyərsə, öz acığını Qafqazdan çıxacaq və birinci növbədə Ermənistandan çıxacaq və ikinci isə əlbəttə ki, Azərbaycandan çıxacaq. Amma hiss olunur ki, Azərbaycan hökuməti tələsmir. Niyə tələsmir? Burada iki nüans ola bilər. Bir nüansı mən sizə əvvəllər demişəm, amma yenə də deyəcəyəm. İki nüans nədən ibarətdir? Birinci nüans ondan ibarətdir ki, Azərbaycan hökuməti tələsmir. Ona görə tələsmir ki, Rusiyadan ehtiyat edir. Bir və ikinci də özü də maraqlı deyil ki, Rusiyanı ərazidən, Qafqazdan çıxardaraq burada hegemonluğu Avropanın əlinə versin və dolayısıyla Türkiyənin əlinə versin. Bu bir. İkinci bir məsələ. İkinci məsələ ondan ibarətdir ki, Azərbaycan hökumətinin bir niyyəti də ola bilər. Bu günləri dünya, məhz Azərbaycan prezidenti də buna çox təkrar edib ki, bugün dünya güclülərin dünyasıdır. Kimin gücü varsa, o da diktə edir. Biz bugün Rusiyanı görürük və Rusiyanın başqa öz qonşularına təcavüzünü görürük. İkinci bir halda demokratiyanın mərkəzi olan Amerika bu günləri Trump'ın ifasında Qreenlandiyanı işğal etmək istəyir, Panamanı tuturuq deyir, Meksika körfəzinə Amerika körfəzi deyir, Kanadanı işğal etməklə, necə deyərlər, təhdid edir. Belə bir məqamda əlbəttə ki, Azərbaycan hökumətinin də burada fikirləri belə ola bilər ki, yeni dünya düzəni var, hər kəs hər hansı işğal etmək istəyir, mənim üçün də fürsət yaranıb, niyə mən atəşkəsə gedim, niyə mən sülhə gedim? Bəlkə elə bir fürsət yarandı ki, mən girib Zəngəzuru işğal edə bilərəm və yaxud da Zəngəzuru tuta bilərəm və bütün dünyanın işğal etdiyi fonunda mənim də işğalımı kimsə səsini çıxartmayacaq. Bu da ikinci bir nüansdır. İndi gəlirik ümumi dünya düzəninə. Bu günləri Trump hakimiyyətə gəldikdə birbaşa Rusiya ilə danışıqlar apardı. Hətta Ciddədə heç Avropa tərəfində, Ukrayna tərəfində çağırmadan Rusiya ilə danışıq aparmaq istədi. Bugün Trump hakimiyyəti hər bir prosesə rasional yanaşır, ağılla yanaşır. Necə ağılla yanaşır? Kim güclüdür, ondan söhbət eləyəcəm. Kimin ordusu var, ondan söhbət eləyəcəm. Görürsünüz, Rusiya ilə danışır, Türkiyə ilə danışır, amma Avropa ilə danışmır. Hə, sənin pulun var, iqtisadiyyatın güclüdür, amma gücün varmı, gücün yoxdur. Bugün Türkiyənin iqtisadiyyatı yoxdur, zəifdir, amma güc varmı? Bəli, gücü var, bəli, əskəri var. Ən vacib məsələlərdən biri onu demək istəyirəm ki, bugün Trump'ın Rusiya ilə birmənalı sürətdə danışması və Putini izolyasiyadan çıxartması, müəyyən güzəştlər etməsinin əlbəttə ki, arxasında bir nəsnə durmalıydı. Hədər yerə Ukrayna məsələsinə kölgəli yanaşmırdı. Bu günlərdə biz bunun şahidi olduq ki, ən vacib səbəb burada İran ola bilər. Trump'ın müəyyən mənada Putini izolyasiyadan çıxartması, ona güzəştlər getməsi, onun sifətini qoruması, onun atəşkəsə gətirə bilmək imkanları əlbəttə ona görə etdi ki, məhz sən mənim İranı məhv etməkdə, İranı vurmaqda sən mənə mane olmayacaqsan, sən güzəştə gedəcəksən. Ola bilsin ki, dilində deyir ki, bəli, biz İrana zərbə vurulmasını istəmirik, amma arxadaysa böyük ehtimal artıq İran məsələsini razılaşdırıblar. Bu ikinci bir məqamdır. Üçüncü məqam burada Amerikanın həm də Türkiyə ilə danışıqlarıdır. O Türkiyə ilə müəyyən danışır və Türkiyəyə müəyyən dividendlər verir. İkinci ən vacib məqamlardan biri. Bilirsiniz ki, İranın Şiə hilalı deyilən
bir məsələsi vardı. Bu Şiə hilalını İsrailə verir. İsrail bu Şiə hilalının Həması məhv edir, Hizbullahı məhv edir. İkinci etapda Türkiyə deməli formata daxil olur və o Şiə hilalının ən vacib olan hissəsi olan necə deyirlər, Zeynəbiyyun və yaxud da ki Fatimiyyun və özünün də dislokasiya olunduğu Bəşər Əsəd hökumətini Türkiyə ilə məhv edir və Türkiyə yaxın şərqə götürür. Və sonra özü də Rusiya ilə danışdıqdan sonra Husilərə zərbə vurur, ən axırıncı qanad və bu günlərdə artıq biz birbaşa İrana zərbə vurulmasının söhbətini edirik. Bəli, bu Şiə hilalı da məhv edildi. Və Qafqaz məsələsinə gəlirik. Qafqaz məsələsinə. Qafqaz məsələsində də hiss olunur ki, Amerika hökuməti burada Türkiyəyə güzəştlərə getməyə çalışır. Türkiyəyə verməyə çalışır regionu, Qafqazı. Amma bu tam bəlli deyil. Bu tam bəlli deyil. Ona görə dünya bir iynə üzərindədir. Avropa ilə müəyyən danışıqlar etmir. Çünki Avropanın əsl həqiqətdə ordu olaraq ortaya çıxacağını görmür. Çünki ordusu yoxdur. Və bizim üçün burada ən təhlükəli məqam nədən ibarətdir? Ən təhlükəli məqam ondan ibarət ki, mən siz üçün bu mənzərəni oyatdım. Baxın, görün dünya gücləri nə edir? Rusiya, Amerika regionu danışırlar, regionu bölüşürlər, İranı bölüşürlər. Yaxşı, belə bir tandemdə, belə bir görkəmin içində Qafqaz hansı yerdədir? Qafqaz cırtdan kimi görsənir, düzdürmü? Bəli, bizi də kiməsə verə bilərlərmi? Əlbəttə ki, verə bilərlər. Bizim barəmizdə, Qafqaz barəsində Trumpla Putin danışıq aparırmı? Putin Qafqazı Putinə mi verəcək? Trump Qafqazı Türkiyəyə mi verəcək? Yoxsa Trump Qafqazı Avropaya mı verəcək? Yoxsa özü mü müstəqil orada söz sahibinə çevrilmək istəyəcək? Bax, bu bizim üçün çox maraqlıdır və çox həyati bir məsələdir. Amma hiss olunur ki, sanki Qafqaz məsələsi yaxın şərqi Türkiyə ilə məsləhətləşir. Çünki Marco Rubio ilə və Ermənistan Xarici İşlər Naziri ilə görüşləri, baş naziri ilə görüşləri bizdə müəyyən bir fikir formalaşdırır ki, Qafqaz məsələsi Türkiyəyə verilib. Əlbəttə, biz istəyərdik ki, o masada, bizim iştirak etmədiyimiz masada bizim haqlarımız Rusiyaya verilməsin. Bizim üçün ən təhlükəlisi budur. Əlbəttə ki, bu təhlükə baş verərsə, bu bizim üçün heç də yaxşı olmaz. İstəyirdim sizə bütün bu hadisələri çatdırım. Bu günlərdə məhz yenə deyirəm, Azərbaycan məsələsində, Azərbaycanın duruşu məsələsini biz məhz Azərbaycana edilən baskıları da gördükdə bu məsələ ortaya çıxır. Ola bilsin ki, Avropada tələsir, çünki Avropada görür ki, vəziyyət pisdir, hər an region qarışa bilər. Bu mənada tez bir zamanda Ermənistanı sülh sazişi bağlamaqla Ermənistanı xilas etmək və beləliklə Qafqazın taleyini də müəyyən mənada Avropaya doğru irəliləməsini görmək, dünyanı fakt qarşısında qoymaq və yaxud da Trumpı fakt qarşısında qoymaq və yaxud da ki, Putini fakt qarşısında qoymaq. Bütün bu hadisələr gərginliyin pik həddə olduğunun göstəricisidir və mən də çalışdım ki, sizə qısa da olsa bunu göstərə bilim. Təşəkkür edirəm.